Salam əziz izləyicilər, hər vaxtınız xeyir. Necəsiz? Xoş gördük hər birinizi. Bu mənim kanalımın ikinci vloqudur. Baxdım ki, yemək reseptlərindən çox vloq izlənir. Mən də qərara gəldim ki, sizinlə yenidən bir vloq çəkim. Cümə günü idi. İmamzadə türbəsinə ziyarətə getdik. Allah hər kəsin duasını qəbul etsin. Amin inşallah. Evə qayıdan vaxt yoldaydıq. Anidən zəng gəldi. Heç biz də sifarişimizin bu qədər tez gələcəyini gözləmirdik. Librafa kitab sifariş vermişdik kiçik qızım üçün. Mola getdik və həmin kitab sifarişimizi götürdük. Daha sonra təsadüfdən ağbacım zəng elədi. Bilmirəm siz öz bölgənizdə necə deyirsiniz. Biz dayımızın yoldaşına ağbac deyirik. Dayı dostu da eşitmişəm, amma çox maraqlı olar ki, digər bölgələrdə dayının yoldaşına, əminin yoldaşına necə müraciət edirsiniz. O isə bizi evlərinə qonaq çağırdı. Biz də fikirləşdik ki, gedək kitab sifarişimizi götürək, daha sonra isə dayımgilə yollanaq. Burada mən sizə yolları çəkdim. Keçən videomda bəyənilmişdi. İzləyicilər tərəfindən müsbət qarşılanmışdı. İstədim yenidən sizlərlə bölüşüm. Gəncəmiz çox gözəl təmir olunub və Gəncə Dövlət Universiteti çoxlarının burada gözəl xatirələri var. Bəlkə də sizin bitirdiyiniz ildə bura Gəncə Dövlət Universiteti deyil də digər adı ilə adlanırmış və biz nəhayət mola çatdıq. Hal-hazırda kitablarımızı götürməyə gedirik, amma kitabları götürdüyüm anı çəkməyi unutmuşam. Kitabları götürəndən sonra düşdük aşağı, özümüz üçün ayran götürüb yenidən qalxdıq 3-cü mərtəbəyə. Çünki səhər tezdən çıxmışdıq və artıq acmışdıq. Yuxarıda yedik. Sonra bir də gördük ki, artıq loteriya şansı oynanılmağa başlayır. Bizdə 3 ilə yaxındır ki, hər səfərində maşın udmaq üçün loteriyada iştirak edirik, amma yenə də qismət hər kim üçün maşın çıxıbdısa, Allah ona xeyir versin. Və sonda dayımgilə çatdıq. Gəldik, onların toyuqlarını sizə göstərmək istəyirəm. Bu onlar üçün bir maraqdır və yaşların çox olmağına baxmayaraq belə bir şeydən ərinmir və yorulmurlar. Hətta deyərdim ki, biz hər zaman onlara gedəndə görürük ki, onlar televizorda kənd həyatına baxırlar. Çünki onlar üçün çox maraqlıdır. Sağ olsunlar, biz gedənə qədər dayım ördəyi kəsmişdi və ağbacım isə onu tərtəmiz təmizləmişdi. Biz də getmişkən dedik kömək olsun. Ona kömək eləməyə başladıq və ördəyimizi çox yaxşıca kənarda duz, istiot, sarı kök, yağ vurub dinlənməyə qoyduq. Daha sonra isə şişlərə çəkib közlərinə qoyduq. Dayımgil həmin evə yeni köçdükləri üçün manqallarını çıxarda bilmədilər. Ona görə də biz özümüz 2 daş qoyub dayım uşaqları ilə kababımızı hazırlayıb nuş etdik. Ördək ətindən heç kababın dadına baxmamışdıq, çünki həmişə fikirləşirdik ki, bəlkə çiğ qalar, əti bərk olar. Amma ağbacım bir də körpə ət olduğu üçün daha yaxşı bişəcək və heç bir bərkliyi olmayacaq. Həqiqətən də elə oldu. Təşəkkür edirik buradan onlara. Çox sağ olsunlar. Allah var eləsin. Və burada isə qızım üçün aldığım kitabları göstərirəm. Dəstək olduğunuz, kanalımızı izlədiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Yaxşı ki varsınız. Zəhmət olmasa videomuza sonuna qədər baxmağı, like atmağı və abunə olmağı unutmayın. Hələlik.